Növbəti sualda soruşur ki, müsəlman hesab etdiyimiz bidət əhlinə qardaşlarımız demək olarmı? Bu sualın cavabı odur ki, Əhl-i-Sünnə vəl Cəmaatın etiqadına görə bir insanın bidəti İslamdan çıxaran bir bidət deyilsə, o müsəlman sayılır, İslam dairəsindən kənara çıxmır. Və necə ki bu, yəni 72 firqaya aid edilir. Və onlar Əhl-i-Sünnətə görə 72 firqə müsəlmandır. Rasulullah sallallahu əleyhi və səlləm çünki hədisində buyurur ki, mənim ümmətim 73 firqəyə bölünəcək. Yəni biri haqq yolu olan, 72 isə haqq yolundan azan. Onlara mənim ümmətim deyə xitab edir. Yəni İslam ümməti, İslam dairəsi daxilində olduqları üçün Rasulullah sallallahu əleyhi və səlləm onlara mənim ümmətim deyir. Lakin qardaşlıq məsələsi ülvi bir məqamdır, ali bir məqamdır. O hər insana istifadə olunmur. Yəni qısaca olaraq Əhl-i-Sünnə vəl Cəmaat bidət əhlinə filan kəslər qardaşlarımızdır demir. Filan firqə qardaşlarımızdır deyilmir. Bu yanlış bir şeydir. Sələf-i salihin yoluna müxalifdir. Bəziləri bunu yanlış anlayır. Hə, bu ayrı seçkilik yaradırsan, sən güya təxribata çağır. Xeyr, burada təxribat filan yoxdur. Biz onları müsəlman görürük. Onlara kafir demirik. Lakin qardaşlıq bağları başqa bir şeydir. Sünnə üzərində olmayan bir insanla sənin qardaşlıq bağların ola bilməz. Çünki bu sələf-i salihin əməli deyil. Əli radiyallahu anhu Cəməl döyüşündə, necə ki bu barədə müsnədlərdə keçir, musannəflərdə varid olur ki, Əli radiyallahu anhu, Muaviyyə radiyallahu anhu və onun tərəfdarları haqqında deyir ki, İxvanuna bəğav aleynə, bizə qarşı həddini aşmış qardaşlarımızdır. Bəzi insanlar bunu təhrif edərək, bunu insanlara yanlış çatdırırlar. Deyirlər ki, bax Əli xəvariclər haqqında qardaşlarımızdır dedik. Deməli, xəvariclərə qardaşlarımız demək olar. Xeyr. Əli radiyallahu anh o sözü Cəməl döyüşündə deyib. Cəməl döyüşü xəvariclərə qarşı olan bir döyüş deyildi. Muaviyyə radiyallahu anh'a qarşı olan döyüş idi. Bizə qarşı həddini aşmış qardaşlarımızdır deyir. Amma Nəhravan döyüşündə isə Əli radiyallahu anh nə deyir? Qovmun bəğav aleynə. Bizə qarşı həddini aşmış qövmdür. Xəvariclər haqqında Nəhravan döyüşündə qardaşlarımız ifadəsini işlətmir. Bu da sələfin əməlidir. Həmçinin bidət əhlinə qardaşlarımız demək, onların bidətini yumşaltmaqdır. İnsanların gözündə yumşaltmaqdır. Və bir növ onları təzkiyə etməkdir, təmizə çıxarmaqdır. Və bu da dindən taviz verməkdir. Müsəlman bunu etməməlidir. Fərq etmir hansı firqə olur olsun. İstər xavariclər olsun, istər digər şiyələr olsun, istər məturidisi olsun, istər əşari olsun. Bunlar fərq etməz. Biz onları təkfir etməməyimiz o demək deyil ki, biz onlara qardaşlarımız deyirik. Ümumi olaraq deyir ki, müsəlman müsəlmanın qardaşıdır. Ümumi qardaşlığı ümumi şəkildə demək ayrıdır. Filan firqə bizim qardaşlarımızdır, bu şəkildə deyilmir. Sələf alimlərindən bir insandan belə bu barədə nəqil yoxdur. Filan firqə qardaşlarımızdır deyə onlar bu şəkildə xitab etməmişlər. Bizim üçün də sələf-i salihin yoluna uymaq ən xeyirli yoldur. Allah azə və cəllə istəyirəm ki, biz eşidib faydalanlardan eləsin, eşidib yaxşısına tabi olanlardan eləsin. Subhanəkallahumma bihamdik, əşhədən la ilahə illə ente, estəğfiruka və etûbü ileyk.